Dəyərli həmvətənlər, hər birinizi xoş gördük. Dövlət Təhlükəsizlik Xidmətinin tədrisxanasında saxlanılan Əli Kərimliyə qarşı növbəti iyrənc təzyiqlərin başlanması barəsində yəqin xəbərdarsınız. Əli Kərimli ötən gün vəkilləri vasitəsilə ötürdüyü mesajda o təzyiqlərin nələrdən ibarət olması barəsində çox az danışmışdı. Yalnız onu xəbər vermişdi ki, ailəsi ilə telefonla danışmaq hüququ əlindən alınıb qeyri-qanuni olaraq və başqa ona qarşı yönələn təzyiq əməlləri barəsində o danışmağı hələ ki məqbul bilməmişdi. Bugün Əli Kərimlinin Müdafiə Komitəsi bir bəyanat qəbul edib. O bəyanatda Əli Kərimlinin işarə etdiyi təzyiqlərin, amma açıqlamadığı təzyiqlərin bir qismi barəsində məlumat verilib. Bəyanatı eşidəndə ondan xəbər tutacaqsınız və bəri başdan sizdən ricam ondan ibarətdir ki, bu bəyanatın daha çox yayılmasına kömək edəsiniz, yayımı paylaşasınız, öz ətrafınızda, çevrənizdə siyasi məhbuslara qarşı Əli Kərimli və digər bizim bacı və qardaşlarımıza qarşı Azərbaycan hakimiyyətinin çirkin təzyiqinin, təqibinin dayandırılması üçün əlimizdən gələnləri edək. Beləliklə, Müdafiə Komitəsinin bəyanatını sizin üçün oxuyuram. 29 noyabr 2025-ci ildən saxta ittihamlarla həbs edilən, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin tədrisxanasında saxlanılan AXCP sədri Əli Kərimliyə qarşı təzyiqlər son günlər daha da artıb. Onun ailəsi ilə telefon əlaqəsi hüququ qanunsuz şəkildə əlindən alınıb. Bununla yanaşı, onun vəkilləri vasitəsilə və digər qanuni yollarla informasiya almaq hüququ da məhdudlaşdırılıb. Əli Kərimlinin Hüquqlarının Müdafiə Komitəsi bu addımları onun yerli və beynəlxalq mediada çıxışlarının qarşısını almağa yönəlmiş siyasi təzyiq tədbirləri kimi qiymətləndirir. Müdafiə Komitəsi təəssüflə qeyd edir ki, Əli Kərimliyə təzyiqlər bununla, yəni sadalananlarla bitmir. Onun saxlanma şəraiti də qəsdən ağırlaşdırılıb. AXCP sədri saxlandığı kameradan çıxarılaraq 3 nəfərlik televizor olmayan kameraya köçürülüb. Onunla eyni kamerada saxlanılan şəxslərin də telefonla danışıq hüquqları məhdudlaşdırılıb. Bundan əlavə, yaradılmış şərait nəticəsində Əli Kərimlidə ciddi yuxusuzluq problemi yaranıb. Müdafiə Komitəsi bəyan edir ki, Əli Kərimlinin həbsi və bunun ardınca ona olan açıq təzyiqlər Əli Kərimlinin susturulma əməliyyatıdır və bunun arxasında şəxsən dövlət başçısı İlham Əliyevin dayandığı heç kimdə şübhə doğurmur. Əli Kərimlinin informasiya blokadasında alınması və saxlanma şəraitinin ağırlaşdırılması onu həbsdən ictimai mövqeyini ifadə etməsinə və ölkədəki vəziyyətlə bağlı fikirlərini çatdırılmasına görə cəzalandırmaq məqsədi daşıyır. Xüsusilə beynəlxalq media, o cümlədən Frans 24 kanalına verdiyi müsahibədən sonra ona qarşı təzyiqlərin artması bunu birbaşa təsdiqləyir. Müdafiə Komitəsi AXCP sədrinə qarşı həyata keçirilən bu qanunsuz tədbirləri qətiyyətlə pisləyərək tələb edir ki, Əli Kərimlinin ailəsi ilə telefon əlaqəsi bərpa olunsun, vəkilləri vasitəsilə və digər qanuni yollarla informasiya almaq imkanları təmin edilsin, təhlükəsizliyi tam zəmanət altına alınsın, yuxu rejiminin bərpası üçün saxlanma şəraiti dəyişdirilsin. Müdafiə Komitəsi eyni zamanda beynəlxalq hüquq müdafiə təşkilatlarını bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə, Azərbaycan hakimiyyətini Əli Kərimlinin sağlamlığını riskə atacaq addımlardan çəkindirmək üçün maksimum cəhdlər göstərməyə çağırır.